Xiaomi ötən gün tamamilə yeni olan Xiaomi 17 smartfonlarını təqdim etdi. Bu dəfə 16 seriyasını atladılar və yerinə yeni 17-ci seriyanı təqdim etdilər. Bu nə qədər ağla bənzəsə də açığı, amma funksionallıqlar və dizayn mövzusunda bu dəfə Xiaomi Apple və Samsung-u kopyalamayıb. Onun yerinə tamamilə özünə məxsus dizayn xətti və yeni funksiyanallıqlardan istifadə edib. Belə ki, yeni təqdim olunan Xiaomi 17 smartfonunun sadə modelində biz ən azından çox 7000 mAh bir batareyanı görmüş olacağıq. Bu ən azından çox planşet böyüklüyündə bir batareyadır və bunu Xiaomi sadəcə kiçik smartfonun içərisinə yerləşdirməyi bacarıb. Bundan əlavə seriyada bizi Qualcomm-un yeni təqdim etdiyi Snapdragon 8 Elite Gen 5 prosessoru qarşılayır. Bu da o deməkdir ki, tamamilə möhtəşəm performansı bizə vəd etməyi bacaracaq. Amma əsas məqam bu deyil. Gəlin biz Pro modelinə diqqət edək. Pro modelində Xiaomi ciddi bir dizayn dəyişikliyinə gedib və burada siz telefonun arxasında kamera blokunda yerləşmiş bir ekranı görmüş olacaqsınız. Bu ekran vasitəsilə siz telefonda olan prosesləri izləyə və telefonu açmadan belə onlara nəzarət edə bilərsiniz. Bəs siz Xiaomi'nin yeni 17-ci seriyası barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərə yazın.